Hizbullah liderinə Livan prezidentindən sərt açıqlama. Xain biz deyilik. Gündəm xəbər efirində 27 aprel tarixidir və bir məlumatı diqqətinizə çatdırırıq belə ki, bugün Livan prezidenti Joseph Aoun İsrail'lə birbaşa danışıqlar mövzusunda hökuməti xəyanətdə ittiham eləyən Hizbullah lideri Nəim Qasımın açıqlamalarına sərt şəkildə cavab verib. Aoun bildirib ki, Livan hökuməti xain deyil, xəyanət eləyən tərəf ölkəni xarici maraqlar naminə müharibəyə sürükləyənlərdir. Biz xain deyilik, xainlər xarici maraqlara xidmət etmək üçün öz ölkələrini müharibəyə sürükləyənlərdir deyə Livan prezidenti vurğulayıb. Qeyd eləyək ki, bir neçə saat öncə Hizbullahın baş katibi Nəim Qasım bəyanat yayıb və həmin bəyanatda Livan hökumətinin İsraillə danışıqlar aparmasına qəti şəkildə qarşı çıxdığını və təşkilatın heç bir halda tərk silah planını qəbul etməyəcəyini açıqlamışdı. Qeyd edək ki, Gündəm xəbər bu məlumatı Azad İran Telegram kanalına istinadən diqqətinizə çatdırdı.